günləri mən sizə yeni doğulmuşlarda sarılıqlar haqqında məlumat vermək istərdim. Belə ki, bütün yeni doğulmuşlarda fizioloji sarılıq deyilən bir durum rast gəlinir və fizioloji sarılıq təbii hal kimi dəyərləndirilir. Sarılıqlar adətən 3-cü, 4-cü sutkasından sonra uşaqlarda daha yüksək səviyyələrə qədər gedib çıxır. 2 həftədən çox davam edən sarılıqlar isə artıq ciddi nəzarət altında olunan sarılıqlar kimi qiymətləndirilir. Sarılıqlar adətən uşaqların dərilərində, gözlərində, ağız ətrafında, selikli qişalarında özünü biruzə verməyə başlayır və ən çox üz nahiyəsində hiss olunur. Daha sonra isə getdikcə aşağı hissələrə, yuxarı ətraflara, qarın boşluğuna və aşağı ətraflara doğru irəliləyir. Sarılıqların müalicəsi adətən fizioloji sarılıqlar müalicə tələb etməyən durumlardır. Lakin bəzi sarılıqlarımız şiddətli gedirsə, normadan 20 mg distilitrdən yuxarıya çatarsa, bu uşaqlarda artıq ciddi müalicə tələb edə bilər. Fizioloji sarılıqların müalicəsi adətən ehtiyac olduğu halda fototerapiyadır. Daha sonra isə mübadilə transfuziyasıdır, əgər ehtiyac olarsa. Sarılıqlarda anaların ən çox diqqət etdiyi durum uşaqların normal qidalandırılması, ən çox da ana südünə üstünlük verilməsidir və onların sidik və nəcis çıxışlarına nəzarət edilməsidir. Yüksək sarılıqlarda uşaqlarda əmmə aktının zəifləməsi, süstlük rast gəlinə bilər ki, bunlar da ilk növbədə bilirubin ensefalopatiyasının əlamətləri ola bilər. Bu durumlarda isə mütləq şəkildə əgər uşaqda süstlük və yaxud da ki, əmmə aktının zəifləməsi, çəki almama müşahidə olunursa, mütləq pediatra müraciət etməlidirlər.